Keçirik qız bürclərinə. Qız bürclərini gələn həftə, üzümüzə gələn həftə nələr gözləyir? Onunla bağlı açılım edək. Qız bürclərini üzümüzə gələn həftə nə gözləyir? Deməli, əziz qız bürcləri, deməli, həyatınızda çox ağır bir mərhələ başa çatmaq üzrədir. Bir ağır bir mərhələ, bir problemin həlli və mükafatlanacaqsınız, hədiyyə alacaqsınız. Amma ətrafınızda olan insanların hər hansısa birinin, kiminsə bir səhvi ucbatından, bir yanlış bir hərəkəti ucbatından uğursuzluğa düçar ola bilərsiniz. Həmin bu səhv, hansısa bir sizin haqqınızda bu səhv sizin böyük bir problem aça bilər. Böyük xoşbəxtlik gözləyir bir kişi ilə bağlı, yəni sevgi məsələləri ilə bağlı. Amma sizə məsləhət görülür ki, yaxşıca araşdırıb məlumatlı olasınız. Amma genel olaraq bu şəkildəydi. Götürürük sevdiyiniz insanın sizin haqqında fikri. Bir kart çəkəcəm. Sizin haqqınızda nə düşünür? Deməli, nəsə hansısa bir gizli saklı bir məsələ var. O məsələ ilə bağlı nələrsə ortaya çıxacaq. Üzləşmə, hesablaşma olacaq. Problemlər ola bilər. Yəni nəyinsə, əgər nələrsə gizli, saxlı, hansısa bir tərəf ola bilər, qarşı tərəf ola bilər siz. Bu ortaya çıxacaq, böyük bir hesablaşma, üzləşmə olacaq. Bu qədər əziz qız bürcləri.